Hər kəs salam, mən astroloq Hacı Rəşad və gəlin görək balıq burcularını 2026-cı ildə nələr gözləyir. Əziz balıq burcuları, gəlin görək 2026-da sizin üçün nələr var, nələr yoxdur. Əziz balıq burcuları, 2026-cı ildə 1-7 tutulmalarınız davam edir. Artıq keçən ildən, hətta bundan da qabaqdan, yəni belə deyək 2024-ün sonlarına doğru yavaş-yavaş 1-7 tutulmaların təsirini yəqin ki hiss edirdiniz və 2026-cı ildə də bu hələ davam edir. Yəni ki, sizin üçün güclü və dəyişdirici dönəmdə özünüz, görünüşünüz, seçimlərinizlə bağlı bir çox şeylər dəyişir, dəyişə bilər. Bununla yanaşı həm də ciddi münasibətlərinizlə bağlı dərin transformasiyalar ola bilər. Siz 2 ildir ki, ciddi münasibətlərlə bağlı transformasiya dövrünə qapısını açmısınız həyatınızda və bəlkə də 2026 bu mövzuda ən böyük dəyişimi yaşayacağınız il ola bilər. Çünki axırıncı tutulmadır. Axırıncı tutulmalardır demək olar ki. Yəni ki, bu dönəmdə evlənə bilərsiniz, ailə qura bilərsiniz, evliliyiniz xeyirdə isə boşana bilərsiniz. Ciddi münasibətlərlə bağlı böyük dəyişim yaşaya bilərsiniz və ya ortalıq işlərlə bağlı transformasiyalar təcrübə edə bilərsiniz. Sizin üçün çox güclüdür, çünki direkt sizin elə öz bürcünüzdə günəş və ay tutulmaları davam edir. Yəni ki, balıq qız əksində olan bu tutulmalar sizi ən çox xarici görünüşdə dəyişdirə bilər, ən çox sizə təsir edir və yeni bir şəxsiyyət, yeni bir siz yarana bilər. Yəni bununla yanaşı dediyim kimi evlilik, ciddi münasibətlə bağlı dəyişimlər və transformasiyalar təcrübə edə bilərsiniz. Əziz balıq burcuları, bundan əlavə olaraq 6-12 tutulmalarınız da bu ildən etibarən başlayır. Təsir təxminən 2025-in sonundan yavaş-yavaş bəlkə də başlayıb. Bu arada unutmayın, əsasən yüksələn bürcünüzə qulaq asın. Təsiri bəlkə də 2025-in sonundan yavaş-yavaş başlayıb, amma 2026-da daha güclü olacaq. 6-12 tutulmaları iş həyatı, günlük rutinlər, ev heyvanları və diyet kimi mövzuları gündəmə gətirə bilər və bu mövzularda dəyişimlər, transformasiyalar gətirə bilər. Özünüzə bir ev heyvanı ala bilərsiniz ya da İşinizi dəyişdirə bilərsiniz, iş həyatında dəyişim ola bilər, işə başlaya bilərsiniz, işi bitirə bilərsiniz. Bundan əlavə olaraq diyet, qidalanma, yəni bu tərz şeylərlə bağlı dəyişimlər yaşaya bilərsiniz. Yəni bunlar hamısı gündəmə gələ bilər. Bununla yanaşı həm də 12-ci ev tutulmalarınız olacaq. Bir də 6-cı ev tutulmalarında sağlamlıqla da bağlı dəyişim gətirə bilər. Biraz sağlamlığınıza qarşı ekstra diqqətli olmalısınız. 12-ci ev tutulmaları isə ən çox ruhani, spiritual, şuuraltı mövzularda dərin transformasiyalar gətirir. Siz balıq burcuları onsuz da ruhani olaraq çox güclü və istedadlı insanlarsınız. Bu dövrdə yuxularınızdan daha çox xəbərlər ala bilər, 6-cı hissləriniz güclənə bilər, enerjinizdən müəyyən xəbərlər, müəyyən mesajlar ala bilərsiniz. Bu ərəfədə mənəvi olaraq dərin dəyişimlər yaşaya bilər və sizi incitmiş, sizə zərər vurmuş insanların öz karmalarını yaşadığına şahid ola bilərsiniz. Siz özünüzdə azdan çoxdan müəyyən karmalar yaşaya bilərsiniz. 12-ci ev tutulmaları biraz sərt tutulmalardır, insanı psixoloji olaraq yorur, lakin narahat olmayın, sonsuza qədər davam eləməyəcək, lakin böyük dərin dəyişim gətirir. Ona görə də pozitiv tərəfindən baxmaq, daxili dünyanızda böyük dəyişim və şəfalanma yaşanacağını düşünərək pozitiv tərəfdən baxmağınız daha yaxşı olar. Jupiter bu ilin ilk 6 ayında 5-ci, ikinci 6 ayında isə 6-cı evinizdə olacaq. 2026-cı ilin ilk 6 ayında siz daha çox belə deyək, sevgi, eşq, flört, uşaq, hobi, əyləncə, şans kimi mövzulardan yana olduqca uğurlusunuz. Şans sizdən yanadır və hobilərinizdən zövq ala bilər, uşaq istəyirsə bəlkə uşaqla bağlı bir şeylər ola bilər, sevgini, eşqi gözəl bir şəkildə təcrübə edə bilər, həyatınızın keyfini çıxarda bilərsiniz. Ondan əlavə olaraq Jupiter həm də sizin 6-cı evinizə keçəcək 2026-cı ilin ikinci yarısında. O dönəmdə isə iş, sağlamlıq, diyetdən yana böyük şanslar özünü göstərə bilər. Diyetə başlaya bilərsiniz ya da iş həyatınızda uğurlar qazana bilərsiniz ya da ev heyvanı və s. belə mövzulardan yana şanslar və uğurlar gəlib sizi tapacaq. Saturn 1-ci evinizdən çıxır, rahatlayırsınız balıq burcuları. Nəhayət ki 3 ildə davam edən karmalı sınağınız bitir və artıq sizi məhdudlaşdıran, qısıtlaşdıran ya da sizə karmalar ödədən o ən ağır Saturn döngünüz bitir kimi bir şeydir. Və Saturn keçəcək 2-ci evinizə. Yəni özünüz, şəxsiyyətiniz, xarakterinizlə bağlı mübarizəli, çətin, sınaqlı dönəminiz artıq bitdi. Fevralın 14-dən etibarən 2026-dan. 2-ci evinizə keçəndə maddi və mənəvi məsuliyyətlərinizi ön plana çıxardacaq. Pula qarşı davranışlarınızda artıq 2026-dan daha diqqətlə yanaşmalısınız. Nə çox simic olmamaq, nə çox bədxərc olmamaq önəmlidir. Çünki Saturn əli taxtalı bir müəllimdir və sizə pulu necə idarə eləməli olduğunuzu öyrədəcək. Bəzən sərt yolunu öyrədə bilər. Ona görə qıtlıq, kasıblıq, zorluq, mübarizə yaşamaq istəmirsinizsə, pulunuzu düzgün idarə eləməyi öyrənməlisiniz 2026-cı ildə. Bu sizin üçün vacibdir. Bundan əlavə, əziz balıq burcuları, ümumi olaraq 2026-ya baxanda, xüsusən də yüksələn burcu balıq olanlar, yüksələninizi qulaq asmağı unutmayın. Yanvar ayına baxdığım zaman, yanvar ayı biraz daha problemli bir aydır.
aydır. Əla bir aydır sizin üçün. Sevgidən yana biraz qarışıq enerjilər var. Yeri gələndə həm sosiallaşa bilər, əylənə bilər, dostlarınızla vaxt keçirə bilər və sevgi dolu hiss eləyə bilər. Amma həm də psixoloji olaraq yorula bilər, mübarizələr verə bilərsiniz. Yəni biraz sizin üçün qarışıqdır. Çox da əla, ideal deyil yanvar ayı. Fevral ayına baxdığım zamansa fevral ayında artıq enerji sizin üçün bombadır. Fevralın 10-undan sonra bolluq, bərəkət, zənginliyinizlə artış yaşana bilər. Sevgi, eşq həyatınız canlana bilər, daha uğurlu ola bilər. Zaten fevralın 14-cü Saturn sizin bürcünüzdən çıxır və daha rahat bir şəkildə nəfəs almağa başlayırsınız. Buna əlavə olaraq fevralın əvvəlləri sağlamlığınıza biraz daha ehtiyatlı olun. Fevralın 18-dən sonra da parıldayacaqsınız, işıldayacaqsınız. Uzun sözün qısası fevral ayı sizin üçün olduqca gözəl, düşərli, möhtəşəmdir. Amma 12-ci ev tutulmanız olur deyə şuuraltı psixoloji dərin dəyişimlər yaşayırsınız. Fevralın 20-sindən sonrası öz sizin bürcünüzdə Merkur retrosu başlayır. Biraz mübarizə başlayır. Fevral və mart sizin üçün bir tık daha mübarizəli, çətindir. Biraz daha zorluqlar yaşaya bilərsiniz. Lakin martın 6-sından sonra Venera sizin pul evinizə keçir və bolluq bərəkətiniz arta bilər. Bu fevral-mart ayları ciddi münasibətlərlə bağlı daha çox ön plana çıxardandır. Martın 20-sindən sonra tam rahatlayırsınız, amma ən çox rahatlanmağınız aprelin 9-undan sonra tam rahatlayırsınız. Demək olar ki, yəni sizə problem yaradan planetlər gedir və həyatınız gözəlləşir. Aprel ayında cinsəllik, pul, maddiyyat, ailə, ev mövzuları gündəmə gələ bilər. Pul çox fokusunuz olacaq, enerjinizi pula verəcəksiniz. Aprel-may ayları arasında yüngüldən pulla bağlı sıxıntı ya da mübarizə çəkə bilərsiniz. Amma ona baxmayaraq, yəni də enerjilər okeydir və Venera 4-cü evinizə keçəcək. Evinizi dekor eləmək, evlə bağlı gözəl şanslı enerjilər aprelin 24-dən sonra sizdədir. Mayın 18-dən sonra daha da rahatlayırsınız. Artıq mayın 18-dən sonra doğrudan daha da rahatlayırsınız və Mars 3-cü evinizə keçir. Maksimum probleminiz artıq qohum, qonşu falan belə insanlardır. Ondan əlavə olaraq sosiallaşa bilər, əylənə bilər, gəzə bilər, səyahətlər edə bilərsiniz. Mayın sonlarına doğru karyera mövzusu çox gündəmə gəlir. İyunun əvvəlləri və iyun ayında bol-bol karyera, iş güc mövzuları həyatınızda gündəmdə ola bilər. Xüsusən iyun aylarında bəziləriniz iş həyatında yüksəliş uğurlar qazana bilərsiniz. Evdəkilərindən biraz gərginliklər ola bilər. İyunun sonlarına doğru dostluqlarınız gündəmə gələcək və kim yaxşı dostdur, kim pisdir, kim xeyirlidir, kim xeyirsizdir bunu anlaya bilərsiniz ya da ümidləriniz, arzularınız ön plana çıxa bilər. İyul ayına baxdığım zamansa fokusunuz qarışıqdır. Sevgi, eşq, yəni spirituallıq, iyulun sonlarına doğru bol-bol yuxularınızdan xəbərlər ala bilərsiniz. İyul ayında məncə eşq enerjiniz belə yüksək olacaq, qəşəng olacaq. Bir də ki, iyul ayında ya da onun ərəfələrində, ona yaxın tarixlərdə bəlkə köhnə sevgililər, ekslər kimi insanlar da qayıda bilər. Avqust ayına baxanda yenə iş həyatı ilə bağlı güclü enerjilər var. Sağlamlığınıza qarşı diqqətli olun. Avqust ayında balıq bürcündə tutulma olacaq, ay tutulması. Bu özünüzlə bağlı emosional mövzularda, duyğusal mövzularda avqustun sonu, sentyabrlar ya da avqust-sentyabr aylarında özünüzlə bağlı emosional olaraq həll etməli olduğunuz şeyləri həll edəcəyiniz güclü bir dönəmdir. Avqust ayında şimal ay düymü, cənub ay düymü də sizin bürcünüzdən çıxır. Yəni ki, şimal ay düymü balıqdan çıxır və beləliklə sizin əsaslı fokusunuz avqustun sonuna doğru ruhaniyyət, mənəvi mövzular, spiritualizm və iş mövzuları olur. Sentyabr ayına baxdığım zamansa sentyabr ayında bol-bol əylənə bilərsiniz, yaxşı vaxt keçirdə bilərsiniz. Sentyabr ayında pula yönələcəksiniz. Tam əyləncəvizə əmin deyiləm, amma sentyabrın 10-undan sonra təhsil, karyera, səyahətlə bağlı çox şanslı enerjilər var. Sentyabrın ortalarında da sevgi münasibətlərindən bağlı gözəl şanslı enerjilər var. Sentyabrın 14-cü günü ya da 14-ü, 15 həyatınıza girecək qadın dostluqlara qarşı əgər varsa elə biri olsa, biraz ehtiyatlı olun. Sentyabr ayından sonra oktyabr ayına baxanda gəzmək, səyahət etmək, xarici mövzuları gündəmə gələ bilər müəyyən qədər. Borc, kredit, həyat yoldaşının qazancı kimi mövzular və ruhani, spiritual mövzular da gündəmə gələ bilər. Noyabr aylarına baxanda gəzmək, səyahət etmək üçün sizin üçün ideal bir vaxtdır. Karyeradan yana enerjilər yavaş-yavaş karyeraya doğru yönələcək və dekabra doğru full karyeraya fokuslana bilər. İş həyatında yüksəliş, uğur, nailiyyət bu tərz mövzulara daha çox yönələ bilərsiniz. Bundan yanaşı olaraq da parıldayacağınız, işıldayacağınız və həyatınızın aktivləşəcəyi bir dönəm ola bilər. Həyatınızın aktivləşməyə ola bilər, yəni sosial olaraq xüsusən və hərəkətli bir dönəmə girəcəksiniz. Yəni ki, bu ilin mövzuları əslində bu şəkildədir. Bundan əlavə olaraq əziz balıq bürcləri sizə bildirməliyəm ki, bu ilin bəzi xüsusi tarixləri var və bunu sizlə bölüşmək istəyirəm. Bunlar yanvarın 3-ü manifest üçün yaxşı vaxtdır, yanvarın 6-sı sevgi eşqlə bağlı əla vaxtdır, yanvarın
18-i seksual enerji yüksəkdir, seksual sevgi dolu manifestlər üçün yaxşıdır. Yanvarın təxminən 20-si civarlarından fevralın əvvəllərinə qədər travmatik enerjilər var, ehtiyatlı olun, risklərə girməyin. Fevral aylarına baxanda tutulmalar baş verir. 18-i tanış olduğunuz bir insan bəlkə həyatınızın eşqi ola bilər, diqqətli yanaşın. Olmaya da bilər, yəni heç kəslə tanış olmaya da bilərsiniz, amma siz yenə də diqqətli, həmin tarixə diqqətli baxın. Bundan əlavə olaraq 27-si, fevralın 27-si də talihsəl bir gündür, qədər günüdür da, belə deyək. Ona da diqqətli yanaşmalısınız. Mart ayına baxanda Mart ayının 3-ü ay tutulması olur. Pul, iş, maddiyyat, ritualları ilə bağlı yaxşıdır. 7-si sizin üçün əla vaxtdır, parıldayırsınız, işıldayırsınız, amma qəşənglik mənasında və sevgi enerjiniz yüksəkdir. Mart ayının 19-u balıq yeni ayı olur. Xarici görünüşünüzlə bağlı dəyişiklik üçün əladır, rituallar da güclü işləyir. Martın 22-si sizin üçün parıldayacağınız, işıldayacağınız olduqca ruhani bir gündür. Biraz kişilərlə bağlı xəyal qırıqlığına da meyillidir həmin tarix. Aprel ayına baxırıq. Aprelin 17-si sizin üçün olduqca maddi enerjilərin yüksək olacağı bir gündür. Ritual edə bilərsiniz. May ayına baxanda 1-i və 14-ü manifestlər üçün əladır. İyun ayına baxanda 9 olduqca bərəkətli gündür. Pul manifestlər üçün yaxşıdır. Avqusta baxanda 27-si pul rituallar üçün əladır. Avqustun 28-i pul ritualları yox, ümumiyyətlə manifestlər üçün yaxşıdır. Dilək diləmək üçün ağzınızdan çıxan sözlərə avqustun 27-si diqqətli olun. Avqustun 28-i elə sizin mürcünüzdə bir ay tutulması olur. Enerjiniz zirvəyə qalxır. Həmin gün bəlkə də manifest edəcəyiniz, ritual edəcəyiniz şey bütün talihinizi formalaşdıra bilər. Bəlkə də ehtimal kimi. Oktyabrın 24-ü olduqca eşq dolu bir enerjilərdir. Yəni də diqqətli olun kimlə. Yəni hər insana belə şey eləməyin, tam belə belinizi arxayın olmayın həmin tarixdə. Noyabr ayında 4-ü manifest üçün əladır, 9-u xaricə getmək, səyahətlər üçün və ya ruhani güc üçün ya da ruhani fəlsəfə üçün, inkişaf üçün yaxşıdır, rituallar və s. üçün də. Dekabrın 11-i manifest üçün əladır, 24-ü də sevgi, eşqlə bağlı rituallar, manifestlər üçün əladır. Əziz balıq bürcləri, maraqlı bir il sizi gözləyir, önəmli bir il sizi gözləyir. Həm rahatlayacaqsınız, həm dəyişəcəksiniz, həm dönüşəcəksiniz, transformasiya yaşayacağınız güclü bir ildir. Videomu bəyəndisə bəyənməyi, yorum yazmağı, ürəyin istəsə dostlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.